8-ci say sistemində rəqəmləri müxtəlif olan ən böyük 3 rəqəmli ədədlə 16-lıq say sistemində rəqəmləri eyni olan ən kiçik 4 rəqəmli ədədin cəminin ikilik say sistemində təsvirində 0 və 1 simvollarının sayları cəmini müəyyən edin. Baxaq, 8 say sisteminin ən böyük 3 rəqəmli ədədi, amma rəqəmləri müxtəlif olan. Deməli, bizdə nədir? Bizdə 7, 6, 5. 8-ci say sistemində. Daha sonra bunun üzərinə nəyə gəlirəm? Bunun üzərinə gəlirəm 16-lıq say sistemində 1, 1, 1. Çünki nədir? 4 rəqəmli olsun, ən kiçik olsun, amma rəqəmləri eyni olsun. Doldu 16-lıq say sistemindəki ədədimiz. Bunu cəmləməliyəm. Cəmləyib bunu ikilik say sistemini tapmalıyam. Və ikilik say sistemindəki 0 və 1-lərin sayları cəmini nə etməliyəm? Müəyyən etməliyəm. Bu əslində 0 və 1 simvolların sayları cəmi o deməkdir ki, yəni bunun uzunluğunu tap. Yəni eyni şeydə, yəni 0, 1, zaten başqa bir kombinasiya yoxdur. Bunların da sayları cəmini tapıramsa, deməli həmin o ədədin uzunluğunu tapmış oluram. İndi əvvəlcə nə edəyək bunu? İkili say sistemində cəmini tapaq. Nə edəyərəm? Zaten bilirəm ki, 8 ilə 16 arasındakı əlaqəni yaratmaq üçün ikili say sisteminə keçməliyəm. O görə hər iki tərəfdə də ikili say sisteminə keçirdək. Baxaq, 7, 6, 5-i keçirsək, bilirəm ki, mənim bir qaydam var idi. 4, 2, 1 qaydası. 7-nin cəmi bunların hansıdır? 4, 2, 1. Hamısının cəmidirsə, 3-ünü də 1 yazıram. Bu olur bizə 7. 6-nı tapmaq üçün 1, 1, 0. Bu olur bizə 6. Daha sonra 5-i tapmaq üçün də 1, 0, 1. Bu da oldu bizə 5. Deməli, indi nə edəcəm? Baxın, bunları yan-yana ard-arda düzəcəm. Deməli, bizdə ikili say sistemində bunun qiyməti nəyə bərabər oldu? 1, 1, 1, 1, 1, 0, 1, 0, 1. Bu qədər. Sonra nə edərəm? 16-lıq say sistemini keçirdərəm. 16-lıq say sistemini keçirdərkən də qayda biraz nisbətən fərqlidir. Biz nə edirdik 16-lıq say sistemində? 8, 4, 2, 1 cəmləyirdik. Yəni, bu mərtəbələri cəmləyirdik. Baxıram, bizdə bir ədədini almaq üçün nə etməliyəm? Sadəcə bura bir dənə 1 yazıram. Qalanlarına 0 yazıram. Sonra yenə 1 almaq istəyirəm. 1, qalanlar 0. Hamı zaten eynidir də. 1, qalanlar 0. 1, qalanlar 0. Mən bunlar hamısını yan-yana düzsəm, belə bir ədəd alıram. 0, 0, 0, 1, 0, 0, 0, 1, 0, 0, 0, 1, 0, 0, 0, 1. Başdakı sıfırlarda nə olur? Silinir. Çünki heç bir mahiyyət daşımır bizim üçün. Bax, bu formada bir 16-lıq say sistemində ədəd aldıq. 16-lıq say sistemində ədəd. Nə edəcəm bunları? Bu 8-ci say sistemində, bu 16-lıq say sistemində cəmləyəcəm. Cəmləyərkən də gəlin belə eləyək də, rahat olsun deyə nə edərik? Alt-alta cəmləyərik. Gəlin belə eləyək. Bunları səlqəli formada alt-alta yazaq və cəmləyək. Yazaq buradan. 1, 0, 0, 0, 1, 0, 0, 0, 1, 0, 0, 0, 1. Və altından ikili say sistemində olan, yəni digər 8 say sistemində, ikili say sistemində keçirdiyimiz ədədi yazaq. 1, 0, 1. Sondan başlayıram ki, mərtəbələr uyğun gəlsin bir-birinə. 0, 1, 1. Daha sonra gəlir 1, 1, 1. Bu formada bir ədədimiz alındı. Nə edəcəm? Bunu alt-alta cəmləyəcəm. 1-dən 1-in cəmi bizə nə verir? 1, 0 verir də. Ona görə 0-ı buraya yazıram. 1 nə olur? Bizdə yadda qalır. Digər mərtəbəyə gəlirik. Üzərinə gəlirik 1. 1, 0, 0. Elədi 1. 0, 1. 1, 0, 0. 0, 1, 1 nə verir bizə? 1, 0 verir. Ona görə bura 0 yazıram, 1 yadda qalır. 1, 0, 1. Yenə 0 yazıram, 1 yadda qalır. 1, 0, 1. Yenə 0 yazıram, 1 yadda qalır. 1, 0, 1. Nə oldu yenə? 0, 1 yadda qaldı. İndi 3 dənə 1-in cəmimizə nə verir? 1, 1 verir də. Ona görə bura 1 yazıram və 1 yadda qalır. 1, 0 cəmlənir. 1, 0, 0 olduğu kimi gəlir. 1 də bura gəlir. Artıq bunu da tapdıq ədədi. Bizdən nəyə soruşur? Deyir, 0-la 1 simvolların cəmini tap. Sıfırların sayına baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə sıfırımız var. 8 dənə sıfırımız var. Üzərinə nəyə gəlirəm? 1-lərin sayını. 5. Bu nədir bizdə neçə? 13. Amma zaten mən bilirəm ki, bunun rəqəmlərini də saysam, yəni eyni qiyməti alıram. Çünki zaten burada 0-1-dən başqa heç nə yoxdur da. Yəni, rəqəmlərin sayını da tapmaq olardı bunu. Deməli, cavabımız oldu 13. Baxıram, cavabımız olur A variantı.